Salam uşaqlar. İndi biz izahdan sonra bu testlər üstündə nümunələrdən sizə bu tam cəbr ifadələri izah edəcəm. Demək, hansı bir ədədin qüvvəti ən böyükdür? Biz demişdik ki, bir ədədin qüvvəti orada iştirak edən hərflərin qüvvətləri cəminə bərabərdir. Burada 2-nin üstünə 8 gəlləm 10 eləyir. Burada 2-nin üstünə 5 gəlləm 7 eləyir, bir 8 eləyir. Burada 8-in üstünə 7 gəlləm 15 eləyir. Burada 9-un üstünə 3 gəlləm, bunun üstünə 1 gəlləm 14, 13 eləyir. Burada 6-ın üstünə 7 gəlləm 13 edir. Ən böyüyü demək 15 olduğuna görə cavabımız C variantıdır. Gəldik 3-cü sualda. Burada müxtəsər bölmə düstururdu. Bunu açıram. Birincinin kvadratı çıxılsın. Birinci ilə ikinci asılın 2 misli. Üstə gəlsin ikincinin kvadratı. Bax, belə bir cavab oldu A variantı. Gəlir burada 4-cü misalda. A üstü 8 bərabər 9 olarsa deyir. A üstü 16'nı tapın. A üstü 16 yazıram mən, A'nın kvadratı, o da üstü. A üstü 8, onun da kvadratı. A üstü 8'imiz 9'dur. Bərabər olacaq 9'un kvadratı, o deyilir 81. Cavab oldu 81. C variantı. 6-cı sualda hansı münasibət doğrudur? Biz demişdik ki, əsasları eyni olanda əsası saxlayıb qüvvətlərə çıxırıq. 5-dən 5'in çıxanda 0 qalır. Amma burada başqa. 5'in üstünə 5, 10, 24 edir. Bu səhvdir. Çünki 3 əsasları eyni deyil. Burada 9/7 böl 9/7 bərabər 7/0. 0 üz kəmiyyət 1'ə bərabər olduğuna görə burada istəyir 7 olsun, nə olsun, yenə burada 1 eləyəcək. Bu doğrudur. D variantı ilə doğrudur. Digərlərini də yoxlayaq. 4'ü bu zaman 4'ü 7'yə vurmalıyam. 28 olmalıdır. Burada toplayır. Bu da səhvdir. Burada 5'in üstünə 6'ın üstünə 3 gəlləm 9 eləyir. Amma burada 18'dir. Səhvdir. Burada 20'dən 5'in çıxanda 15 qalır. Amma burada 4 qalır. Bu da səhvdir. Cavab D variantı. 7-ci sualda yazılıb 7'dən 10'dadır. 8'ə baxıram. 8'də A çıxılsın 1/2'dir. 4 A çıxılsın 4 B-ni tapın. Yəni buradan 4'ü mötərizə xaricinə çıxardanda qalır A çıxılsın B. A çıxılsın 1/2'dir. 4'də 2/2'yə vuran verir 8/8. Bizdən D variantıdır. Gəlir 10-cu suala baxırıq. 10-cu sualda bir ədədin qüvvətini tapın. 3'ün üstünə 7, 10'un da üstünə 3, 13 eləyir. Cavab D variantı. Çünki bir ədədin qüvvəti hərflərin qüvvətləri cəminə bərabərdir. 11-ci suala baxıram. 3C-ni vururam. Üstə gəlsin. 2 vurulsun. 3 çıxılsın C bərabərdir. Olur 3C üstə gəl. 2'ni 3'ə vuram. 6 çıxılsın 2C. O da bərabərdir. 3C çıx 2C. C üstə gəl 6. C'miz də 2'dir. 2'nin üstünə 6. 8 B variantı. Demək, gəlirik buradan da demək 12-ci suala baxırıq. 12-ci sualda hansı bir ədədin qüvvəti ən kiçikdir? Bu da birincinin tərsidir. Bunların üstlərini toplayacaq ən kiçik olan. 10 üstünə 2, 12, 1'dir. Bu 12'dir. 6'nın üstünə 9, bu da bir 10'dur. Burada 5'in üstünə 9, 14'dir. Bu 8'in üstünə 7, 15'dir. Bu 7'nin üstünə 6, 13'dir. Ən kiçiyi olacaq, bax bu. Bu variant. 13-cü sualda x bərabər -1 olduqda ifadəsinin qiymətini tapın. Aparıb x-in yerine -1 qoyacağım. Yazacağım 3 vurulsun -1 üstü 6. Yəni -1 üstü 6. Çıxılsın 11 vurulsun -1 üstü 3. Üstə gəlinsin
9 vurulsun mənfi 1 üstü 7. Buna bərabərdir. Mənfi 1 üstü 6, 6'dır. 10 da vuracağım 3 eləcək 18. Mənfi 1 üstü kub mənfi 1'dir. 11'e vuranda üstəyər 18, 11. Bu da çıxılsın 9 olacaq. 18, 9 bərabərdir. Başlayın. Burada mənfi 1 üstü 6 1 eləyəcək. Bir də 3'e vuranda bu 3 eləyəcək. 3'ün üstünə 11, 14. 14'dən 9'un çıxanda 5'dir variantı. Sonra gəlir burada 14-cü sualda. Deyir çox ədlisi ilə. Çox ədlini standart şəkildə yazmaq üçün çöldəkini içəriyə vurub hər bir toplananına sadələşdirəcək. Demək 2a'nı 3b'yə vuran deyilir 6a kvadrat b. Bunu buna vurdum. A'nın kubudur burada. B'nin də kvadratı. Sonra 2a kubunu 2ab'yə vuranda çıxılsın 4a üstü 4b. Üstə gəlinsin 2 üstü a üstü 6. Çox ədlinin dərəcəsi orada iştirak edən bir ədllərin dərəcələrinin ən böyüyüdür. Ən böyüyü 6'dır. Buradakı çox ədlisinin qüvvəti 2'nin üstünə 3, 5'dir. Burada 5'in üstünə 6, 11 C variantı. 16 nömrəli çalışmada 12 üstü 7'ni belə yazıram mən. 6 üstü 7 vurulsun 2 üstü 7. 9'u yazıram mən. 3'ün üstü 2, 10 da üstü 3. Vurulsun 2 üstü 10. O da bərabərdir. Yine 6'nı yazıram mən. 2 üstü 7 vurulsun 3 üstü 7. O da vurulsun 2 üstü 7. Altta da 2'ni 3'e vururam. 6. Elir 2 üstü 6. Bu da 2 üstü 10. Bu da bərabərdir. 7 əsasları eyni onda qüvvətləri toplayıram. 7'nin üstünə 7, 14. 14'dən burada 14'dən 13 çıxanda yuxarıda 1 qalır. Qalır 2. Ve bu 10 deməkdir. 16, 2 üstü 4 qalır. Buradan 3 üstü 7, bu da 3 üstü 6. Əsası saxlayıram, qüvvətləri çıxıram. 7'dən 6'sını 1 çıxıram. Qalır 3. O da bərabərdir 48. E variantı. 17 də bundandır. 18'e baxırıq. Mənfi 6'nın kvadratı. Biz bilirik ki, əgər bu mənfimiz mötərizə kvadrat mənfiyə də aiddirsə, yəni mötərizənin içində kvadratdırsa, cavab müsbət 36 edir. Mənfi 6'nın kvadratı isə mənfi 36 eləyir. Bizim bu misalımızda mənfi 6'nın kvadratı mənfi 36 eləyir. Üstə gəlinsin. Mənfi 1 üstü 14. 14 cüt dərəcədən olduğuna görə 1 eləyir. Üstə gəlsin. Mənfi 4'ün də kubu 64. O da bərabərdir. Burada 1'in üstünə 64. 1'in üstünə 63 gəlir. 64 elir. 64'dən də 36 çıxanda burada bu mənfidir, çıxaqdır. 36'nın üstünə 63 gələndə mənfi 99. Onun da üstünə müsbət 1 gələndə eləyir 98. 98 yoxdur. 36 üstə gəl mənfi 64. 100 eləyir. 100'dən də 1'in çıxanda 99 mənfi. Cavab eləyir A variantı. Burada 19-cu sualda 17'ye oxşayır, onu da yazın.
Mənfi 3 üstə 6 cüt ədəd eləyəcək. Onda 3 üstə 6 yazıram. Çünki 6 cütdür. Mənfi də mötərizənin içindədir. Vurulsun 27 3 üstü 3'dür. 10 da üstü 3 derece 3 üstü 9 beraberdir. 81 3 üstü 4'dür. 10 da üstü 2'dir. 243'də 7 üstü 3 üstü demek 3 üstü 5 de burada eləyir. Bu da beraberdir. Mənfi 3 6'ın üstüne 9 15 3 15 altta da 3 üstü 4'ü 2'ye vuram 8 8'in üstüne 5 13 əsasları eynisə qüvvətləri çıxanda cavab qalacaq 9 E variantı. Sonra gəlir bizə 21-ci sual 22 20 ilə 19 endin 21'ə yazırıq. Çox adlılar üzərində əməllərə aiddir bir. İndi çox adlılar üzərində əməllərdən bu bir ədlini çox adlıya vuracam. Sonra çox adlıya vurub sadələşdirəcəm. 2C'ni C'yə vuran deyilir 2C kvadrat. 2C'ni 3'ə vuran deyiləcək 6C. Çıx. 2C'ni C'yə vuran deyiləcək 2C kvadrat. 2C'ni 5'ə vuran deyilir 10C. Qarşıya çıxaqdırsa eləyəcək çıxılsın 10C. Sonra mənfi 1'i C'yə vuranda mənfi C edir. Burada da çıxaq olduğuna görə üstə gəl C edir. Sonra mənfi 1'i 5'ə vuranda mənfi 5 edir. Burada çıxılsın 5 edir. Üstə gəl 5 çıx 5. 5'lər gedir. Bununla da bu gedir. 6C çıxılsın mənfi C elir 7C. Bu da 10C elir mənfi 3C A variantı. Sonra ən kiçiyi 2'nin üstəgəl 1 olan 3 ardıcıl tək ədəd. Ən kiçiyi 2'nin üstəgəl 1'dirsə ən böyüyümün üstünə 2 gələcəm. Özə 3 tək ədəddən söhbət. O birisi 2'nin üstə gəlsin 5. Toplayıram 6'ın üstə gəl 9'a. Doldu C variantı. 25-ci suala baxıram. ABC ifadələrini çoxadlı şəklində yazın. ABC biz bildik ki, üstündə xət varsa bu 3 rəqəmli ədəd deməkdir. Bunu yazacağım mən. 100A üstə gəlsin 10B çıx C o da çıxılsın 10B üstə gəl A olmalıdır. Amma qarşıya çıxağa görə çıxılsın A olacaq. Bərabərdir 100A çıxılsın A 99A 10B ilə 10B gedir çıxılsın C. Cavab C B variantı. Yirmi 7-ci sual. 22 üstü 4 belə yazıram. 2 üstü 4 11 üstü 4 vurulsun 8 2 üstü 3 10 da üstü 4 bölünsün 121'i yazıram 11'in kvadratı 10 da üstü 2 vurulsun 4 da 2 üstü 2'dir 10 da üstü 6. Bununla bu ixtisara gedir qalır nə? 2 üstü 4 vurulsun 2 üstü 3'ü 4'ə vururam 12. 2'yi də 6'ya vururam 12 edir 2 üstü 12. Bunlar gedir qalır 2 üstü 4. O deyilir 16 A variantı. 29-cu sualda yine çox adillərin hasili bu da muxtasar vurma düsturudur. Demek x vururam elir x kvadrat.
X'i 8'e vururam, elir 8x. 4x-ə vururam, çıxılsın 4x. 4'ü 8'e vururam, çıxılsın 32. İki ifadənin cəminin kvadratı. Birincinin kvadratı. Üstəgəl birinci ilə ikinci alsın 2 misli. Yəni 4x, amma qarşıya çıxaq olduğuna görə olacaq, çıxılsın 4x. 2'nin kvadratı müsbətdir. Üstəgəl 4 yox, çıxılsın 4 olacaq. Qarşıya çıxağa görə. X kvadratlar gedir. 8x'lar da gedir. Bu da gedir. Mənfi 32. Bu da mənfi 4. Eləcə mənfi 36. Cavab elədi 36. Bundan sonra gəlir 29-cu sual. Yazdım. 30-cu sual. 30-cu sualda çox ədlərin hasilidir. Gəlib müxtəsər matüstür şəklində alınacaq. Bunu buna vururam. 2'ni 9'a vururam, elir 18. 2'ni 18x kvadrat y. 2'ni 6x'a vuranda eləyir 2'ni 6 ilə eləyəcək 12 y kvadrat x. Üstə gəlinsin. Daha doğrusu çıxılsın. Mənfi 3'ü buna vuranda eləyəcəyim 7x kub. Mənfi 3x'i buna vuranda çıxılsın 18x kvadrat y. Bunu buna vuranda eləyəcək 12x kvadrat y'in 3'ü 4'e 12x y'in kvadratı. Almışlar, bununla bu gedir. Bununla da bu gedir. Cevap ne kaldı? 2'ni 4'e vuranda burada 8 y'in kubu kaldı. Kaldı 27. Demək 8 y kub çıxılsın 27 x'in kubu. Belə bir cavab alındı. Hansı variantı yazıların içindən seçmək olur. Gəldi variantda nə idi bu? 8x kub çıxılsın 27 x'in kubu bir variantı. 32 de bunlardandır. 33 de vurup açırıq. İndi buna baxırım. 100'ün kvadratı çıxdı 98'in kvadratı. 100'ün kvadratı çıxdı 98'in kvadratı. Bərabərdir. 100 çıxılsın 98. 100 üstə gəlinsin 98. Bərabərdir. 100'den 98 çıxanda 2 vurulsun. 198. O da bərabərdir. 2 və 8 16 bir yadda. 2 və 9 18 yadda da bir 19 bir yadda. 2 və 1 3 yadda da 3. Elir 396. 396 bərabər 2 aya. A da bərabərdir. 396 2'ye böləndə bir dəfə 19'da 9 16 8 198 var. 198 var. Sonra gəlir 35-ci sual. Bunları bir-birinə vururam. Elir AB. A'nı 2'ye vuranda elir 2A. Üstə gəlinsin. 2'ni B'ye vururam. Elir 2B. 2'ni 2'ye vururam. Üstə gəl 4. Çıxılsın. A çıx 2, B çıx 2. Yine çıxılsın. A vurulsun B. Çıxılsın. Yani üstə gəlsin 2 A'ya karşıya çıxağa görə. Çıxılsın. Yox. Üstə gəlsin 2B.
Çıxılsın 4. Demək AB ilə AB gedir. Bərabərdir. Buradan ikili mötərizə xaricə çıxanda A üstə gəlsin B çıx 4 oldu. A üstə gəl B 4'dür. 2'yi 4'e vuram 8'den 4'e çıxaram. Cavab verir 4. Burada cavab çıxmadı. A üstə gəlinsin B'miz 4'e bərabərdir. 2'ni 4'e vurdum 8. 8'den də üstünə 4 gəlir. Burada çıxaq yox. Üstə gəl 4, 12. Bu variant. İndi gəlir 36-cı misalda çox ədlinin bir ədlinin dərəcəsi orada işləyən dərəcələrin cəmidir. 7 3'e vururam 21. A üssü 2, B üssü M üstə gəl 3. Bunun əmsalı 11'dir. Dərəcəsi isə 11'dir. Bir ədlinin dərəcəsi 11'dir. M'i tapmalıyıq. 2'nin üstünə gələm M, onun da üstünə 3 gələm eləyir 11. M üstə gəlin, M də bərabərdir. 2'nin üstünə 3, 5. 11'dən 5'ini çıxıram 6. Bu variantı. Bundandır. İndi 38'i yazıram. Demək 312 vurulsun 9 3'ü 2'de onun da üstü 4 bölünsün 3'ü 3 onun da üstü 6 beraberdir. 3'ü 12 bu da 2 4'e vuram 8 edir. 3'ü 20 bölünsün 3'ü 2'ni 3'e vururuq. Çünki 27 203 deməkdir. 2'ni 3'e vururam. Burada 3'ü 6'ya vuracağım 18. Eləcə 3'ü 18. 20'den de 18 sonra 2. Baxın uşaqlar bu qədər 38'e qədər növbəti videoda da digər dalını çəkib göstərəcəm. Sağ olun, hələlik gecəniz xeyrə qalsın.